Azərbaycanlı youtuberləri çəkirəm gün 1. Dediyim kimi Azərbaycanlı youtuberlərdən Fərəci çəkirəm. Bu seri formada davam etdirəcəm. Yəni birinci Fərəcdən başlamaq istədim. Necə ki youtuberlər serisindən də ilk Fərəcdən başlamışdım. Yenə də Fərəcdən davam etmək istəyirəm. Uzun videolar formasında davam edəcəm. Məsələn, birinci Fərəcdir. Digəri bəlkə demirəm, onu çəkəcəm. Və bunları da uzun video şəklində sizə bölüşəcəm. Fikirlərinizdə şərh bölməsində bildirməyi unutmayın. Zaten həmin youtuberlər hamısını çəkmişəm. Sadəcə uzun videolarda da müəyyən dəyişiklik eləyə, onu da sizə bölüşəcəm. Fərcim bu şəklini oyun kanalında bölüşmüşdü. Mən də dedim, niyə də bunu çəkməyəm? Həqiqətən maraqlı, bir də pozada qalıblar. Yəni perspektivası çox maraqlıdır. Və onu necə işləmişəm, nə üçün işləmişəm, onu da sizinlə bölüşəcəm. Çox uzatmayaq, video keçirək. Fərəci izləyənlər bilir ki, postunda paylaşmışdı, öz portretini çəkirəm, yəni öz portretini çəkdirmək istəyirdi. Yəni bunun ikinci serisinə başlamışdım. Mən də dedim ki, niyə də fərqli perspektivdən mən də işləməyim. Yəni çox işləmişəm də Fərəcin şəklini. Yəni həqiqətən də hər dəfə işləyəndə də özüm də takipçisi olduğuma görə maraqlı olur mənə də. Yəni bu karakteri o qədər də tanımırdım, özü də yazmışdı, yorumlarda da bildirmişdi. Hətta paylaşmışdı, hətta mən də çox sevinmişdim. Burada da gördüyünüz kimi qurmasını etdim. Türkiyə demişkən taslağını, yəni kampankasını elədim. Bir-bir detallarına keçdim. Ayaqlarından yuxarısına doğru tonladım ki, akvarel texnikasını işləyəndə daha asan olsun ki, hansı istiqamətdə daha tünd olsun, hansı istiqamətdə açıq olsun, onu eləyim. Burada düzü birinci mərhələni eləmişəm. Burada düzü yekunlaşdırdım. Daha da uzun eləyə bilərdim, amma bu videoların əksəriyyətini takipçilərim olduğuna görə artıq xırda detallarına da çox girmədim. Çünki əsas məsələ burada Fərəcin portretini işləməkdir. Yəni tək deyil, biraz maraqlı perspektivdən oldu. Məncə qəşəng də oldu. Çünki Fərəcin özü də belədir. Mən də çox sevindim. Bilən bilir, mən həmişə əl işlərimi, belə özüm üçün məşq etdiyimi, serilərlə bağlı, takipçi serisi, plus, youtuberlər serisi, hamısını bu faylda hamısını yığıb saxlayıram. Yəni öz əl işimi heç bir yerə atmıram. Siz də atmayın qətiyyən. Yəni öz işinizə dəyər vermirsinizsə, başqasından da dəyər gözləməyin. Baxın, hamısı buradadır. Baxın. Bu takipçi serisidir. Baxın. Sayacağım mən nə qədər adam çəkmişim. 50-yə yaxın olar sizcə. Çoxdur. Bu kimdir məsələn? Şərh bölməsində də bildirim uşaqlar. Sizcə bu kimdir? Fərəc bölüşmüşdü, doğum günü olduğunu demişdim. Mən də dedim, öyrənən kimi oturdum, işləməyə başladım. Dedim, kiçik bir xatirə kimi həm özümü məşq eləmiş, həm də qarşı tərəfə sevindirmək məqsədlə. Bunun hansı bir maddiyyatla, bir başqa bir şeyə çəkməmək əsasən işlədim. Yəni rəssamlıq zaten budur uşaqlar. Kimisə sevindirirsən, kimisə onu özünə hədiyyə edirsən. Bunu bir tərəfdən bir şey gözləmədən. Plus, bu maddi cəhətdən danışanda uşaqların əksəriyyəti rəssamlığa pul yoxdur, rəssamlıqda məşğul olma acından ölür. Nə bilim, nə, bunu deyirlər, xoş deyil. Mən özüm də bir müəllim kimi fəaliyyət göstərmişəm. Yenə göstərəcəm, universitetdə fəaliyyət göstərmək istəyirəm. Ona görə magistratura oxuyuram. Bu o demək deyil ki, hər magistratura oxuyan qaçıb universitetdə işləyə bilər. Tam da işıqlar, iş söhbəti danışanda söndü. İşıqlar söndü. Biz də dayanmadan videomuzu davam etdiririk. Burada kimi görürsünüz? Görürsünüz məncə. İşıqlar sönsə də biz yolumuzdan dönmürük. İşıq sönə bilərsə, istədiyin qədər sön. Mən bu videonu Allah bilir neçə dəfə çəkmişim. Hər dəfə söndü. Nədir, bir damcı külək əsir. Necə ki Azərbaycanda bir damcı qar yağan kimi maşınlar hamısı birbirine dəyməyə başlayır. Normaldır yəni. Yəni şükür yenə. Baxın. Bu ilk videosundaydı. Bunu bir bəyənmişdim. Mən də onu böyük formatda işləyib göndərmişdim. Və üçüncüsü də buradadır ki, onda bu yanlarda eləşdir. Baxın bu. Baxın bu format. Bu karakteri xoşlayır deyə mən də dedim, niyə də çəkməyim, niyə də maraqlı olmazsa, niyə də işləməyim də. Yəni işlədim. Özü də çox bəyəndim, mən də çox sevindim. Hətta şərh də yazmışdım, mən ona da çox sevindim. Yəni baxın, dəyər verənə dəyər göstərmək. Özü, məsələn, rəssamlığından başa çıxmayan bir insan
estetik zövqünün olmadığı demək deyil. Bunu deyək. Çünki mənim bu YouTube kanalımda mənə demişdilər ki, sən özünü kör oldu. Deməli işıqlar gəldi. Kəsməyəcəm heç videonu. Bu hissəsini göstərəcəm sizə. Yəni rəssamlıqla məşğul olmayan bir insana sənin kanalını izləməsi absurd bir şey deyil. Belə şeyləri izləmək ona xoşdur. Edit olsun, tam simalar çəkmək olsun, işıq kölgə alması, bu zövq məsələsi uşaqlar. Estetik zövqün formalaşması. Necə ki sən bir dükana gedəndə özünə xoş olan bir rəngdə bir karandaş, vərəq, dəftər, nə olursa olsun, o senin estetik zövqündən xəbər verir. Bəzi adamlar isə sadəcə onun gördüyü funksiyaya fokuslanırlar. Mənim üçün yazması kifayətdir. Fərqi yoxdur, götür bilən gətir. Amma mən özüm elə deyirəm. Bu rəssamlıqla bağlı deyil. Mən tələbə yoldaşlarım olsun, X patoloq yoldaşlarım olsun, hər birinin özünə məxsus bir xüsusiyyəti, xarakterini simvolizə edən bir şey var. Yəni bu sırf rəssamlıqla aidiyyəti olan bir şey deyil. Çünki bir video fikrim var. Yəni həqiqətən çox maraqlı olar. İnşallah bəyənər, inşallah video görər və fikrini bildirər. İnsanı əhatə edən mühitdə insana yaxın olan cəmiyyət azdır. Yəni dost deyə biləcəyimiz insanlar çox az. Mən dost dediyim insanlar ki var, onlar həmişə dayaq, arxa olublar və yaxın olduğum insanlar ki, ailə tərəfdən də olsun. Amma görürəm ki, Fərizdə də elə insanlar var, 4 nəfərdirlər, bilirsiniz, adını çəkməyə ehtiyac yoxdur. Onların da istəyirəm ki, bir şəkillərini çəkim. Bir yerdə olduqları, bir vaxtı bölüşmək istəyirəm. Çünki insana, necə ki biz foto çəkmirik xatirə üçün, o da onun kimi bir şey olmasını istəyirəm. Hər yerdən bir yerdən şəkil götürüb yığa bilərəm. Amma mən istəyirəm ki, həmin o xatirəni onlara xatırlatsın, gözəl bir xatirə olsun. Ümid edirəm video sizin üçün əyləncəli və maraqlı olmuşdur. Bildiyim qədərilə, zaten bilirəm, Fərəc post paylaşmışdı YouTube'da. Yəni mənim şəklimi çəkin. Yəni zaten burada yerləşdirəcəm. Orada da özünüzə rəsm əşyalarınızı bölüşə bilərsiniz. Çəkinməyin, utanmayın. Burada heç kim sizi qınamayacaq. Fərəcin özü də belə. Çox mədəni formada öz reaksiyasını bildirir. Yəni bunun üçün utanmalı bir şey yoxdur. Cəmaət görür, ayda falan kəsin işi yaxşı idi, mənimki pis idi. Yox. Belə düşüncə ilə getməyin. Sadəcə bir əl işidir. Dəyər verdiyiniz insana dəyərinizin qiymətini göstərirsiniz. Yəni bu gözəl bir şeydir. Bu zərif düşüncəli bir şeydir. Bu həm xarakterinizi, həm rəssamlığa olan sevginizi, həm bu sənətə hörmətinizi göstərir. Çalışın ki, rəsm çəkməkdən, sevməkdən, bu sənəti sevməkdən vaz keçməyin. Digər videolarda görüşənədək hələlik.